Salam əziz izləyicilər, mən Günay Həsənova. Bugün sizə 25 sentyabrda dövlət qulluğuna düşmüş B kateqoriyası üzrə Azərbaycan dili suallarını izahlayacağım. Baxaq birinci suala. Bizə deyir ki, birinci sualda hansı cümlədə düzəltmə və mürəkkəb zərf işlənmişdir? Şəhəri gəzdikcə burada zərf deyil, addım başı zərfdir mürəkkəb, amma düzəltmə zərf yoxdur. Ona görə variantını silirik. Qabaqlar biz onunla tez-tez görüşərdik. Variantı eyni qayda ilə bizdən düzəltmə və mürəkkəb istəyir. O bu sözləri dilucu, saymaz yana. Düzgün cavabım C variantıdır. Dilucu və saymaz yana. Demək, dilucu mürəkkəbdir, saymaz yana isə olacaqdır mürəkkəb. İki sözdən, yəni ibarətdə olacaq mürəkkəb. Düzəltmə və mürəkkəb olan cavabım C variantıdır. Növbəti ikinci sual. İsmi xəbərli şəxssiz cümlə istəyir bizdən. O bizdən irəlidədir. Şəxssiz istəyir. Şəxssiz cümlələr odur ki, mübtədəsi olmur və bərpa da edə bilmirəm. Mübtədəsi var. Suala cavab verildi. Yenə məndən şəxssiz cümlə istəyir və ismi xəbərli istəyir. Olmaz. Çətinliklə qazanılan qələbə yenə məndən ismi xəbər istəyir və şəxssiz istəyir. Yazın ilk ayı idi. Yazın ilk ayı bütövlükdə xəbərdən ibarətdir. Bu cümlədə mübtədə yoxdur və şəxssiz cümlədir. Bərpa da edə bilmirəm. İsmi xəbərlidir. Düzgün cavabım D variantıdır. 3. Nümunə işgüzar sənədlərin hansı növünə aiddir? Noyabrın 8-i universitetin iclas zalında Zəfər gününün 5 illiyi münasibəti ilə tədbir təşkil olunacaq. Bu aiddir bildirişə. 4. Nümunədə işlənmiş əvəzliklərin məna növlərinin ardıcılığı müəyyən edin. Hamı qeyri-müəyyəndir. Öz olacaq təyini. Bu isə işarə. Qeyri-müəyyən təyini işarə. Düzgün cavabımız C variantıdır. 5. Əlavə hansı cümlə üzvünə aiddir? Qarşıda Qoşqar çayının o tərəfində sıx meşəlik görünürdü. Harada, qarşıda, harada Qoşqar çayının o tərəfində zərfliyin əlavəsidir. 6. Həmcins mübtədəli cümləni müəyyən edin. Baxaq. Şəhərin abad, geniş xiyabanları turistləri heyran etdi. Şəhərin abad, geniş xiyabanları üçüncü nöqtəyinin söz birləşməsidir və həmcins deyil, birlikdə götürəcəm. Ona görə biri siləcəm. Bir olmayacaq. Birləri silək, bir variantımızda bir var. Baxaq, dili qiymətdən salar, ucuz söz, hilə, böhtan. Nə? Ucuz, nə söz, nə böhtan. Demək, burada həmcinslər var. Böyük də, kiçik də sevinirdi. Kim böyük, kim kiçik. Həmcins mübtədələr var. 2 ilə 3. Hansı cümlədə qoşmanın yazılışında səhvə yol verilmişdi? Boyunca, deyir ki, dirəklər xət boyunca tək-hecalı qoşmalar sözə bitişik yazılır. Düzgündür. O dünəndən bəri bağda tək işləyirdi. Bəri qoşmadı. Ayrı yazılıbdır. Düzgündür. Yəni, deyir ki, qoşmaların yazılışı 3 cür olur. Bitişik yazılır, ayrı yazılır, bitişik və ayrı. Bütün tək-hecalı qoşmalar sözə bitişik yazılır. Tək, tək, ca və can qoşmaları. Baxaq. Sevincimdən quş tək uçmaq istəyirəm. Burada tək bitişik yazılmalıdır. Səhvə yol verilib. Düzgün cavabımız C variantıdır. 8. Ədəbi dilin hansı normaları pozulubdur? Zəmilərdən yığılan xeyri tərəvəzləri, xeyli, dedik ki, xeyli sayından sonra gələn isimlər olmalıdır təkdə. Burada cəm verilib. Bir sıra bir çoxdan sonra cəm isim, çox-çoxlu onlarca, yüzlərcədən sonra həm tək gələ bilər, həm cəm. Yerdə qalanlarından sonra tək gəlməlidir. Qrammatik norma pozulubdur. Qovun və qarpızları yeşiklərə doldurub maşına yüklədilər, yeşiklərə doldurdular, leksik norma pozulub. Demək, burada bizim hansı normalarımız pozulubdur? Leksik və qrammatikdir. 9. Söyləş sözündən sonra hansı söz işlənsə, K hərfi X kimi tələffüz olunar. Əslində belə məntiqlə belə baxsanız, görürsünüz A, B, D, Y variantlarında hamısı saitlə başlayan gəlib. C variantı samitlə başlayıb. Ona görə olacaq. Yəni X-ya keçəndə, yəni kəsmək gəlsə X-ya keçəcək.
Altından xətt çəkilmiş köməkçi nitq hissələrindən birində orfoqrafiya qaydası pozulmuşdu. M ədatı sözə bitişik yazılır. O mu, oxudum mu, yazdım mı? M ədatı sözdən o zaman ayrı yazılır. Dadə bağlayıcısı ilə işlənsin. Ayrı yazılıb, düzgündür. Bitişik yazılıb, düzgündür. Səhərədək tək hecalı qoşma sözə bitişik yazılmalıdır. Sənin tək hecalı qoşma sözə bitişik yazılmalıdır. Burada ayrı veribdir. Düzgün cavabımız D variantıdır. Hansı sıradakı hər iki söz birləşməsini həm həqiqi, həm məcazi mənada işlədə bilərik? Düzgün cavabımız olacaqdır. Gözə dəymək, yola düşmək. Həm həqiqidə işlədə bilərik, həm məcazidə. 12. Hansı söz birləşməsinin hər iki tərəf mənsubiyyət şəkilçisi qəbul etmişdir? Onların arzusu burada yiyəlikdir. Dəmirçiliyin yenə qeyri-müəyyən, yiyəlik Qarabağın yiyəlik qeyri-müəyyən, kitabxananın qeyri-müəyyən, gənclərimiz mənsubiyyətdir. Fəaliyyətindəki idə mənsubiyyətdir. Buradakı gənclərimizin fəaliyyəti. Mənsubiyyət, burada da mənsubiyyət. Demək cavabım nə olacaq? E variantı. 13-cü sual. Hansı sözlərdə 3 leksik şəkilçi işlənibdir? Yazıb olub yazı, yazıdan yazıçı, yazıçıdan yazıçılıq. 3 leksik burada var. Biri birdir. Günahkarcasına 2 dənə leksik var. Karlancasına. Bax sözün kökü, baxıb olub baxım, baxımsız, baxımsızlıq. 3 leksik var, 3'dür. Baxçamız, ımız qrammatikdir. Ona görə 3 leksik yoxdur. Boya sözün kökü, boyayıb olub boya, boyaqçı, boyaqçılıq. 3 dənə leksik burada var. 3-5'li cavabımız. Açıq sual. 14'ə baxaq. Küləkli havada küçələri qəhvəyi duman bürüyür. Ağacların yarpaqlarına həyətlərdə sərilmiş paltarların üstündə qara, əl vuran kimi yayılan lopa-lopa qurum yağırdı. Bizə deyir ki, burada demək, morfoloji təhlillə bağlı düzgün fikirləri seçəcəyik. Mən şərtdə qeyd eləməmişəm bunu. Düzgün fikirləri seçəcəyik. Deməyə baxaq. İsimlərdən biri eyni zamanda cəm, mənsubiyyət, hal şəkilçisi qəbul etmişdir. Yarpaqlar, yarpaqlarına, cəm, yarpaqları, yarpaqlarına. Bəli, bir düzgündür. Məsafə bildirən qoşma işlənmişdir. Xeyr, yoxdur. Məsafə bildirən qoşma cümlədə. Sifətlər adi və çoxaltma dərəcəsində. Küləkli havada küçələri qəhvəyi duman bürüyür. Ağacların yarpaqları həyətlərdə sərilmiş. Paltarların üstünə qapqara var burada. Və qəhvəyi var. Bəli, düzgündür. 3. İsmin bütün halları işlənmişdir. Xeyr, çıxışlıq hal yoxdur. Sadə düzəltmə feilləri işlənmişdir. Küləkli havada küçələri qəhvəyi duman bürüyür. Demək, biri bu. Sonra ağacların yarpaqlarına həyətlərdə sərilmiş paltarların üstünə qapqara, əl vuran kimi yayılan bir də düzəltmə. Və 5. Düzgün cavabım 1-3-5. Sonra 15. Yarpağı tökülmüş ağacların arasında güclə seçilən evlərin pəncərələrində titrəşən işıqların sayı getdikcə çoxalırdı. Nümunəsindəki feillərin morfoloji təhlillə bağlı doğru fikirləri istəyir bizdən. Baxaq. Feili bağlama zərflik vəzifəsində işlənmişdir. Bu cümlədə feili bağlama yox. Getdikcə get-gedə mənasında olacaq zərf. Feillərdən təsviflənən feil idi hissəci ilə işlənmişdir. Düzgün fikirləri çoxalırdı. Bəli, xəbər şəklində idi ilə işlənib ki, quruluşca sadə düzəltmə feilləri işlənmişdir. Çoxalırdı düzəltmədir, sadə feil yoxdur. Təsriflənən feil keçmiş zamandadır, çoxalır, indiki zamanda keçmişdə deyil. Təsriflənməyən feillərin hamısı tərkib yaratmışdır, bu düzgündür. Demək, yarpağı tökülmüş evlərin pəncərələrinə titrəşən tərkibdir. Demək, cavabım nə olacaq? 2 və 1.